Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel akıbetu lil muttaqin. Ve la udvane illa alel zalimin. Ve usalli ve usallim ala mebusi rahmeten lil alemin. Nebiyyina Muhammed ve ala alihi ve sahbihi ve muttaba ve sünneti ila yevmiddin. Amma ba'd. Keçən dərsimizdə tevhidin qismlərindən başlamışdıq. Tevhidin qismlərindən başlamışdıq və dedik ki, inşallah gələn dərsdə bir şey xatırladacağıq. Yəni, tevhidin qismlərini danışmışdan qabaq rububiyyət tevhidini götürdük. Elə deyil. Yəni, ümumiyyətlə bilmək lazımdır ki, ən birincisi, tevhid özü özlüyündə, zatında tək bir şeydir, bölünmür. Tevhid zatında tək şeydir. Və hökmündə də eynidir və qulun tevhidi yerinə yetirilməsində də tək şeydir, bölünmür. Nə tər tevhid zatında bir şeydir, bölünmür. Yəni, Rəbb, bir ki, tevhidin neçə qismi var? Rububiyyət, uluhiyyət, əsma və sifət. Rəbbimiz ilahdır və kamil sifətlərlə sifətlənən də kimdir? Odur. Eləcə də kamil sifətlərlə sifətlənən Allah həm Rəbdir, hər şeyin yaradıcısıdır, həm də ibadəti haqqı olan odur. Eləcə də tək bir ilah olan Allah, ibadəti haqqı olan məbud, yaradan da odur və kamil sifətlərə də sifətlənən odur. Yəni, hər tərəf nədir fırlatson, yenə tevhidin qismləri özü özlüyündə bir-birindən ayrılmır. Yəni, tevhid zatında qulda demirik. Qulun məsələsi ayrıdır. Ola bilər ki, qul tevhidin bir qisminə iman gətirsin, bir qismini inkar etsin. Bu ayrı şeydir. Amma özü özlüyündə tevhid bir şeydir. Yəni, özü özlüyündə tevhidin özü bir şeydir və hökmü də eynidir. İstir, rububiyyət, istir, uluhiyyət, istir, əsma və sifət olsun. Hökmü də nədir? Bir-birindən ayrılmır və qulun tevhidi yerinə yetirməsində də bir-birindən ayrılmır. Yəni ki, tevhidin birini gətirsin, birini gətirməsin və yaxud birinə iman gətirsin, birini gətirməsin. Elə şey yoxdur. Fikir verin, ona görə də sələflər nə üçün ən böyük səbəblərdən biri odur ki, sələflər məsələn Allahın ad və sifətlərini inkar edənlərə nə ediblər? Bunlar rəddiyələr yazıblar, rədd ediblər, batıl yolda olduqlarını bildirir. Niyə görə? Çünki tevhidin hər hansı bir qisminə tən etmək, hansı qisminə olur olsun, tevhidin yerdə qalan bütün qismlərinə təndir. Əgər sən ad və sifətlərə tən edirsənsə, həm rububiyyətə tən edirsən, həm də Allah Subhanahu uluhiyyətinə tən edirsən. Uluhiyyətində Allaha şərik qoşursansa, həm Allaha rububiyyətdə tən etmiş olursan, həm də ad və sifətlərində tən etmiş olsan. Rububiyyətdə Allaha şərik qoşursansa, həm Allahın ad və sifətlərinə tən edirsən, həm də Allahın uluhiyyətinə tən edirsən. Başa düşürsünüz məsələni? Başa düşürsünüz? Yəni ki, niyə görə deyirik ki, tevhid zatında bir şeydir, hökmlərə bölünür. Yəni, tevhidin hər hansı bir qisminə tən etmək, tevhidin başqa qismlərinə tən etməkdir. Bunu da necə başa düşərik? Daha aydın başa düşməkdən ötürü tevhidin qismləri arasında olan əlaqəni dərk etsək, tevhidin qismləri arasında olan əlaqəni dərk etsək, onda biləcək ki, həqiqətən tevhidin qismləri hamısının hökmü eynidir və tevhid həqiqətdə özü özlüyündə qismləri ayırmır. Bəs sual gəlir ki, niyə görə Allah Teala Quran-ı Kərimdə və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində tevhid qismlərə bölünüb? Bunun da cavabı budur ki, tevhidin qismlərə bölünməsi şərh və bəyan babındandır. Şərh və bəyan fəslindəndir. Tevhidi ən birinci qismlərə kim böldü? Ən birinci qismlərə, hökmündə qismlərə müşriklər böldülər. Rububiyyətinə iman gətirdilər, uluhiyyətini neynədilər? Şərik qoşdular. Yəni, tevhidin hökmlərində qismlərə böldülər. Ona görə də Allah Subhanahu taala tevhidi qismlərə böldü.
Və Peyğəmbər s.ə.v də tohidi qismlər böldü. Nə üçün? İnsanlara başa salmaqdan ötürü. İnsanlara çatdırmaq ötürü ki, nədir? Tohid bir şeydir, qismlərə bölünmür və insanları həmin əslə qaytarsınlar. Və insanları həmin əslə qaytarmaqdan ötürü qismlərə bölündü. O da nədir? Əsl qismlərə bölünmür. Tohid zatında, hökmündə, bir də qulun tohidi yerinə yetirilməsində. Birinə iman gətirib, digərlərinə xələl etmək, inkar etmək olmaz. Və yaxud ikisinə iman gətirib, digərinə inkar etmək olmaz. Hamısına iman gətirməlisən və hamısını qəbul etməlisən və hamısını eyni dərəcədə neynəməlisən? Onu qəbul etməlisən. Hər hansı tohidin, hər hansı bir qisminə xələl gətirmək, tohidin başqa qismlərinə xələl gətirməkdir. Bunu da necə izah etmək olar? Tohidin qismləri arasında olan əlaqə. Tohid özü özlüyündə, tohidin qismləri arasında olan əlaqə ət-tadammun və tələzumdur. Yəni, tohid özü özlüyündə bütün bir qismi başqa qismlərini öz içinə alır və başqa qismləri lazım bilir, tələb edir. Özü özlüyündə tadammundur, yəni içinə alır. Amma dələlətü tələzum isə xarizdədir. Yəni, qul əgər birinə iman gətiribsə, mütləq o birisilərə də iman gətirməlidir. Bax, deyirik ki, tohid, rububiyyət tohidi Allahı feillərində təkləşdirməkdir. Uluhiyyət tohidi Allahı ibadətdə təkləşdirməkdir. Ad və sifət tohidi isə qısa olaraq Allahı ona məxsus olan ad və sifətlərində təkləşdirməkdir. Ad və sifətlər tohidi özü özlüyündə uluhiyyət tohidi ilə rububiyyət tohidini özü içinə alır. Yəni, ad və sifətlər tohidi deyildikdə həm ora daxil olur uluhiyyət tohidi, həm də rububiyyət tohidi. Necə? Birinci ad və sifətlər tohidi nədir? Allahı ad və sifətlərində təkləşdirməkdir. Elə də elə deyil. Hə? Allah özü özünü öz kitabında necə vəsf edibsə və Peyğəmbər sallallahu aleyhi və səlləmin dili ilə necə vəsf edibsə, Allah subhanət halanı elə adlandırırıq və elə də vəsf edirik, inkar etmirik, təhrif etmirik, keyfiyyət vermirik, bir də məxluqlara bənzətmirik bu qaydalarla. Allahın ad və sifətlər tohidi uluhiyyət tohidini öz içinə alır. Çünki uluhiyyət Allah subhanət halanın sifətlərindəndir. Allah subhanət hala uluhiyyət Allahın sifətlərindəndir. Allah subhanət hala uluhiyyət sifəti ilə sifətlənir. Elədir, elə deyil. Uluhiyyət Allah subhanət hala sifətlənir. Gördün, Allah subhanət halanın kamil sifətlərinə görə nədir? Həm də Allah subhanət hala kamil olduğuna görə uluhiyyət nədir? Allah subhanət hala ibadətə haqqı olan nədir? Görürüz, deməli, uluhiyyət əsma və sifət tohidi uluhiyyəti öz içinə aldı. Nə üçün? Çünki uluhiyyət Allahın sifətlərindəndir. Allah subhanət halanın sifəti nədir? Uluhiyyətdir. Uluhiyyət sifətləri. Və eləcə də uluhiyyət, əsma və sifət tohidi rububiyyət sifətini öz içinə alır. Necə? Rububiyyət Allahın nə idi? Feilləri. Feillər də Allahın nə idi? Sifətləri. Deməli, əsma və sifət tohidi həm öz içində ilahiyyəti təşkil edir, həm də nəyi? Rububiyyət tohidini. Keçək rububiyyət tohidinə. Rububiyyət tohidi də özü özlüyündə həm uluhiyyət tohidini təşkil edir, uluhiyyət tohidini, həm də əsma və sifət tohidini nə edir? Təşkil edir. Əsma və sifət tohidini təşkil edir, çünki rububiyyət Allahın nə edir? Feillərdir. Feillər də nədir? Allahın sifətləridir. İkincisi, Allah subhanət hala yaradır, ruzi verir, dirildir, öldürür. Bunu ancaq kim edir? Kamil sifətlərə malik olan edər. Yəni, Allah subhanət hala məxluqların əzəməti nəyə dəlalət edir? Allah subhanət halanın özünün əzəmətinə dəlalət edir. Eləcə, rububiyyət tohidi özü özündə uluhiyyəti də öz içinə alır. Əgər desək ki, rububiyyət tohidi uluhiyyəti içinə almır, özü özlüyündə, yox, uluhiyyəti tələb eləyir, onda bu olur mütəkəllimlərin sözü, aşarilərin. Niyə görə? Çünki aşarilər deyirlər ki, rububiyyət tohidi özü özlüyündə, uluhiyyət tohidini özündə təşkil etmir.
uluhiyyət tövhidini lazım bilir. Ona görə deyirlər ki, lazım bilirsə, əsas rububiyyət tövhididir. Rububiyyət tövhidini qul gətiribsə, uluhiyyət tövhidini gətirməsə də olar. İstəyir gətirsə, istəyir gətirməsə. Gətirməsə belə, onun tövhidi nədir? Tövhidi var. Amma əhl-i etiqadına görə necə ki, İbn Qeym bu əlaqələrdə deyir və eləcə də Süleyman bin Abdullah bin Abdülvahhab Təsir-ül Aziz-ül Hamidin şərhində deyir ki, tövhidin hər qismi özün başqa iki qismini öz içinə alır və onu tələb edir. Öz içinə alır, öz özlüyündə. Niyə görə rububiyyət tövhidi, uluhiyyət tövhidini öz içinə alır? Niyə görə? Çünki Allah Subhanahu rububiyyət nədir? Yaradandır, dirildəndir, öldürəndir və xeyir və şər onun əlindədir. Və ibadət də kimə olunmalıdır? Bu öldürdüyünə, diriltdiyinə görə, hər şey onun əlində olduğuna görə də ilah da budur. Sonra keçdi üçüncü qism uluhiyyətin. Uluhiyyət tövhidi də özü özlüyündə ad və sifətlərlə rububiyyət tövhidini özündə təşkil edir. Necə? Çünki bir məbuda iki şeyə görə ibadət olunur. Bir, ondan qorxduğuna görə, bir də sevdiyinə, bir qorxduğuna görə və ona ümid bəslədiyinə görə. Yəni, əzabından qorxursan, əlində olana ümid bəsləyirsən, ikincisi də ki, onu sevdiyinə görə. Birincisi rububiyyət tövhididir. Yəni, rububiyyətinə görə ona ibadət edilir. Yəni, xeyir, şər, cənnət, cəhənnəm kimin əlindədir? Allahın əlindədir. Sən onun əzabından qorxursan və onda olanı ümid bəsləyirsən. İkincisi də ad və sifətlərinə görə ibadət olunur, özünə görə. Bu da nədir? Bu da məhəbbətdir. Ona görə də alimlər deyirlər ki, ibadətin üç rükünü var. Nədir? Qorxu, ümid, bir də məhəbbət. Ən kamili də nədir? Ən əfsəli məhəbbəti, yəni özünə görə, özünün kamilinə görə, ad və sifətlərinə görə. Ümumiyyətlə, gördünüz ümumiyyətlə. Yəni, özü özlüyündə idi bu tövhid. Məsələn, ola bilsin ki, adam var, rububiyyətə iman gətirir. Rububiyyə iman gətirir, amma uluhiyyət tövhidinə iman gətirmir. Bunun tövhidi düzdür. Düzdür. Nə üçün? Çünki rububiyyət tövhidi lazım bilir ki, uluhiyyətə də iman gətirsin, əsma və sifətə də iman gətirsin. Və yaxud eləsi var ki, əsma və sifət tövhidinə iman gətirir, rububiyyət tövhidinə iman gətirmir və yaxud uluhiyyət tövhidinə iman gətirmir. Tövhidin üç qisminin üçü də bir-birindən belə ayrılmır. Əlaqəsi möhkəmdir. Bəs ona görə də sələflər mütəkəllimlərə rədd ediblər. Niyə görə? Onlar ki, nə vaxt ki, Allah Subhanahu Taala'nın ad və sifətlərini inkar etdilər. Məsələn, İmam Darimi Rəddu aləl-Cəhmiyyə kitabında Allah Subhanahu Taala'nın ad və sifətlərini zikr edir. Allah Subhanahu Taala'nın zikri kimi Allah Taala görür, eşidir, iradəsi var, xeyir və şər onun əlindədir. Allah Taala ərşin üzərindədir. Allahın sifətlərini, fikir verin, sifətlərini sayandan sonra, ad və sifətləri sayandan sonra deyir ki, və bihədə Rabbi nə'bud və bihədə Rabbi nu'min. Biz bu Rəbbə iman gətiririk. Və İleyhi nə'bud və deyir, ona ibadət edirik. Və ləhu nusalli və nəscud və onun üçün namaz qılırıq və ona səcdə edirik. Yəni, Allahın ad və sifətlərinin sahibi. Deyir ki, biz buna ibadət edirik. Və mən qasədə bi ibadətihi ilə iləhim bi qeyri hədihi sifət fə innəhu lə ya'budullah fə innə mə'budahu leysə bi iləh kufranuhu lə qufranuhu. Deyir ki, kim öz deyir ibadətində bu sifətlə sifətlənəndən qeyri bir ilaha ibadət edərsə, o deyir Allaha ibadət etmir. Onun məbudu ilah deyir. O kafirdir, deyir Allah ona rəhm etməsin. Görsən, əsma və sifəti inkar etmək gətirib nəyə çıxartdı? Allahın uluhiyyətini inkar etməyə. Çünki sifətlərdən naqis olan bir şey ibadət ilahlığa layiqdir, yoxsa layiqdir? Naqis ilahlığa haqqı yoxdur. Və eləcə də görsən, Qahtanın ümumiyyəsində deyir ki, mən qal ənəllah xaliqə qovlihi fəqad istəhəllə ibadətəl əvthəni. Kim desə ki, Allah öz kəlamını yaradıb, artıq bütlərə ibadət eləməyi halal görür. Bu o deməkdir ki, Allah Taala öz kəlamını yaradıb, o deməkdir ki, Allah danışmır.
Allah danışmır və Allah Taala bizə deyir ki, Allaha ibadət edək. Danışmayana birinə ibadət eləmək olardısa, onda bütlərə də ibadət eləmək halaldır. Çünki bütlər də danışmır. Bütlərin də sifəti naqisdir. Görsən, ad və sifətləri inkar etmək nəyə gətirdi, çıxartdı? Hə? Uluhiyyəti inkar etmək. Ona görə tövhid özü-özlüyündə, zatında hamısını bir gətirməlisən. Baxmayın, cahillər deyirlər ki, məsələn, əsma və sifətdə üzr var, uluhiyyətdə yoxdur. Nətər olur bu? Bu mütəkəllimlərin sözüdür. Əgər bunda üzr varsa, bunda da var. Onda üzr yoxsa, bunda da üzr yox. Çünki tövhid bir-biri ilə möhkəm əlaqədədir. Hər hansı bir qisminə tən edirsənsə, o birisi qisminə də nədir? Tən edir. Bir qisminə iman gətirmişsənsə, mütləq bütün qismlərinə iman gətirməlisən. Ona görə Allah Taala müşrikləri rədd edir, müşriklərə nə üçün onlara qınayır? Çünki onlar rububiyyətinə iman gətirirlər Allah Subhanahu taala. Əsma və sifətinə iman gətirirlər, ilahiyyətdə şərik qoşurlar. Nətər olur deyir, buna iman gətirirsiniz, Allahın rububiyyətinə iman gətirirsiniz, ad və sifətlərinə iman gətirirsiniz və əsmə Allahı uluhiyyətdə şərik qoşursunuz. Ağlasılan şeydir, yox. Nə üçün Allah Taala deyir ki, Allaha şərik qoşan müşrik əbədiyyən cəhənnəmdədir? Çünki Allaha şərik qoşan Allahın rububiyyəti ilə ad və sifətlərini naqisləşdirir. Allaha şərik qoşmaq Allahın rububiyyətinin həzzində şərik qoşmaqdır. Allaha şərik qoşan gedir, Allahdan başqasına ibadət edir. Etiqad edir ki, filan kəs verir, alır. Bu nədir? Rububiyyətdir. Rububiyyətində də şərik getdi, getmədi. Getdi şərik, hə? Etiqad edir ki, o eşidir hər yerdə, görür, qəlbində onu bilir. Əsma və sifətdə şərik qoşdu, qoşmadı. Deməli, tövhidin bir qismində şirk bütün qismlərini aparır. Əgər eləcə də bir qisminə iman gətirməsənsə, bütün qismlərinə də iman gətirmirsən, inşallah gələn fəsillərdə ona toxunulacaq. İnsanlarda ən çox problem uluhiyyət tövhidində olub. Ümumiyyətlə, sələflər kitab yazanda, sələflərin qaydası olub. Sələflər kitab yazanda qayda ilə yazıblar. Ehtiyaca görə yazıblar. Niyə görə əvvəlki sələflər ən çox mütəkəllimlərə rədd ediblər, əsma və sifətə rədd ediblər? Çünki onların vaxtında ən çox problem nəydə olub? Əsma və sifətdə olub. Bu o demək deyil, onlar uluhiyyət tövhidini tərk ediblər. Xeyr. Elə onlar uluhiyyəti qorumaqdan ötürü əsma və sifətdə difa ediblər. Əsma və sifətdə müxalif olanlara nə ediblər? Rədd ediblər. Elə mütəkəllimlərin əsma və sifətdə olan problemləri, rububiyyətdə olan problemləri gətirib indi ümməti nəyə çıxardıb? Allaha şərik qoşmağa çıxardıb. Əvvəlki şeylər olmasaydı, indikilər şərik qoşardılar, yox. O həmin problemlər gətirdi nə elədi? Necə ki, İbn Əbil-İz deyir ki, Aqidəs-i Təhaviyyən şərhində, Cəhm bin Safvan deyir ki, Allahı deyir, Cəaləhu vücudul mutlaq. Allaha deyir ki, Allah mövcud bir varlıqdır. Mövcud mütləq bir varlıqdır, mütləq varlıqdır. Mütləq varlıq nə deməkdir? Yəni, nə adlar var, nə də sifətləri. Deyir ki, onun bu sözü, yəni, Cəhm bin Safvanın bu sözü aparıb nəyə çıxartdı insanları? Aqidətül hululə, hululiyyə əqidəsinə gətirib çıxartdı ki, Allah bütün cisimlərdə, bütün vəhdətül vücuda gətirib çıxartdı ki, Allah məxluqların içinə girib, onlara hulul eləyib. Necə ki, pəsoxu atırsan, çaya qarışdırırsan, deyirsən ki, hulul elədi. Yəni, pəsox çaya qarışdı. Onlar da deyirlər ki, Allah Taala məxluqlara qarışıb. Gör, ad və sifətləri inkar etmək nəyə gətirdi? Allahın uluhiyyətində problemə, Allaha hulul əqidəsinə və dedilər ki, bütün nə varsa, nəyə ibadət edirlərsə, o Allahdır. Bütün ibadət edən Allaha ibadət edir. Nə üçün? Vücudu mutlaq deyəndə. Yəni ki, Allah sifətsiz, sifətləri olmayan bir varlıqdır. Çünki Allahla məxluqların arasındakı fərq nədir? Sifətləri. Allahla məxluqların arasındakı fərq Allahın sifətləridir. Əgər Allahın sifətlərini inkar edirsənsə, onda Allahla məxluqların arasında fərq qalmır. Deyir ki, Allah məxluqların içindədir. Başladı, uluhiyyətdə getdi şirk. Başa düşürsünüz bu məsələ? Biraz ağır deyil, düzdür. Prosta bunu başa düşmək, bunu başa düşmək əsas məsələlərdəndir. Tövhidin fikrindəndir. Lə iləhə illallahın qismlərinin fikrindəndir ki, tövhid əslində bir şeydir. İnsanlar böldülər hökmlərində. Rububiyyətə iman gətirdilər, uluhiyyətə şərik qoşdular. Allah Taala da
Tohid qismlərə böldürdü ki, insanları əslə qaytarsın, başa salsın ki, yəni tohidə qayıtsınlar ki, demirsən Allah mən Rəbbimdir, Allaha ibadət edirəm. Yəni bir şey gətirib çıxsınlar ki, o da nədir? Eyni şeydir. Yəni heç birini inkar etmək olmaz. Tohidin ikinci qismi əsma və sifət tohidi idi. Əsma və sifət tohidi tohidin üç qismindən biridir. Bu əsma və sifət tohidi barəsində inşallah qısa olaraq iki tərəfdən söhbət gedəcək. Birinci, əsma və sifət tohidinin tərifi. Tohidin bu tərifi, bu qisminin tərifində deyilir ki, yəni əsma və sifət tohidi Allah Subhanahu taalanı özünü necə adlandırıbsa və özünü necə vəsf edibsə öz kitabında və yaxud Peyğəmbər sallallahu aleyhi və səlləmin dilində necə adlandırıb və özünü necə vəsf edibsə, Allah Subhanahu taala istəyir nəfi ilə olsun, inkarla istəyir, isbatla olsun, bunu Allah Subhanahu taalanı bu növündə təkləşdirməkdir. Allah Subhanahu taala özünə isbat etdiyi şeyi isbat edirik və özündən inkar etdiyi şeyi inkar edirik. Özünə isbat edir ki, görür, eşidir, əli var, ayağı var, hə? Allah Taala ərşə yüksəlib, Allah Taala səmadadır, Allah Taala nazil olub və bunu neynirik? Qəbul edirik. Və özündən inkar etdiyi şeyi Allah Taala nə yuxu tutur, nə mülk eləyir, Allahın mislində heç bir şey yoxdur, tayı bərabəri yoxdur. Bunu neynirik? Allah Subhanahu Taaladan inkar edirik. Biz qəbul eləndə təhrif etmirik, yozmuruq, inkar etmirik, keyfiyyət vermirik və bir də məxluqlara nə etmirik? Oxşatmırıq, bənzətmirik. Yəni, əsma və sifət tohidinin tərifi bu idi. İkinci isə, Əhl-i-Sünnə və Cəmaatın əsma və sifət tohidində bir neçə usulun, qaydaların zikridir. Tohidin bu qisminin, yəni Əhl-i-Sünnə və Cəmaatda bir neçə qaydası var. Əhl-i-Sünnə və Cəmaatda tohidin bu qismi bir neçə qaydanın üzərində qurulub. Birincisi, Allah Subhanahu taalanı məxluqların sifətlərinə oxşamaqdan münezzəh etmək. Allahın sifətlərini məxluqların sifətlərinə oxşamaqdan nə edirik? Münezzəh edirik. Yəni, Allah Subhanahu taalanın sifətləri məxluqların, yaradanların sifətlərinə bənzəməz. Allah Subhanahu taalanın mislində, tayı bərabərində heç bir şey yoxdur. Bütün tərəflərdə. Başa düşdünüz, nə Allahın zatında, nə də sifətlərində, nə də feillərində Allah Subhanahu taalaya bənzər, oxşar birisi yoxdur. Nə Allahın zatında, nə sifətlərində, nə də feillərində Allaha bənzər yoxdur. Necə ki, Allah Subhanahu taala buyurur ki, leysə kəmislihi şey, onun mislində, tayı bərabərində heç bir şey yoxdur və huvas səmiul bəsir və o eşidir, səmiul bəsir və görür. İkinci usul isə odur ki, Allah Subhanahu taalanın özünü və Peyğəmbər sallallahu aleyhi və səlləmin Allahı necə vəsf edirsə, biz onu həqiqi olaraq vəsf edirik. Məcazi olaraq deyil, həqiqi olaraq vəsf edirik. Allah Subhanahu taalanın kamilliyinə və cəlalına yaraşan tərzdə. Deyirik ki, Allahın, məsələn, əli var, özünə yaraşan tərzdə. Çünki Allah Subhanahu taala özünə elə vəsf edib. Allah Subhanahu taala buyurur ki, mənəkə ən təscüdə limə xalaqtu beyədək. Ey iblis, iki əlimlə yaradana mən səzdə etmək səni nə vadar etdi? Allah Subhanahu taala özünü vəsf edib ki, Allahın əli var. Biz bunu nə edirik? İman gətiririk, həqiqi olaraq, məcaz vermirik, deyirik ki, Allahın əli həqiqi əldir və özünün kamilliyinə və məcazına yaraşan şəkildə. Necə ki, Allahın zatında, məxluqların zatına bənzəməz, eləcə də Allahın sifətləri məxluqların sifətinə nə etməz? Bənzəməz. Eləcə də ki, necə ki, Allah Subhanahu taalanın sifətlərini məxluqların sifətlərinə bənzətmir. Eləcə də Allah Subhanahu taalanın özünü vəsf etdiyi sifətləri Allah Subhanahu taaladan inkar etmirik. Niyə görə? Çünki Allah Subhanahu taala özünü o sifətlərlə vəsf eləyib. Biz kimik ki, Allah özünə dediyi şeyi biz deyək ki, yoxdur. İnkar edirik. Allahı Allahdan yaxşı tanıyacağıq.
Və yaxud Allahı Peyğəmbərdən yaxşı tanıyacaq? Xeyr. Fikir verin, yəni əvvəl zikr etdiyimiz ayədə 2 dənə ibarət var. 2 tərəfdəndir. 2 hissəsi var. Birinci Allah Teala deyir ki, leysə kəmitlihi şey. Onun mislində bir şey yoxdur. Oxşatmağı inkardır. Burada oxşadanlara və təmsil eləyənlərə rəddiyə var. Leysə kəmitlihi şey. Onun mislində heç bir şey yoxdur. Çünki müməthələ deyirlər ki, Allahın əli məxluqun əli kimidir. Oxşadırlar. Əhl-i sünnə Allahın az və sifətlərində necə ki, əvvəldə zikr etdiyi müməthələ ilə müəttilərin arasındadır. Müməthələlər deyirlər ki, Allahın əli məxluqların əlinə bənzəyir. Müəttilələr isə Allahın sifətini inkar edirlər. Əhl-i sünnə isə Allahın sifətlərini isbat edirlər. Deyirlər ki, Allahın əli var, amma oxşatmaqdan çəkinirlər. Və deyirlər ki, özünə layiq şəkildə. Öz kamalına, öz cəlalına, öz zatına yaraşan şəkildə. Ayənin ikinci hissəsi isə nədir? Və huvəs-səmi'ul bəsir. O, görür və eşidir. Burada da inkar edənlərə, tətil əhlinə rəddiyə var. O şəxslər ki, Allahın ad və sifətlərini inkar edirlər. Allah Teala, görürsən, deyirsən ki, Allah görür, eşidir. Məxluq da görür, eşidir. Amma Allah Teala deyir ki, onun mislində heç bir şey yoxdur. İnkar elədi. Və dedi ki, o görür və eşidir. Məxluq da görür, eşidir. Amma Allahın görməyi və eşitməyi ayrı, özünə layiq şəkildədir. Məxluqun görməyi və eşitməyi özünün naqisliyinə, acizliyinə layiq şəkildədir. Allahın görməyi və eşitməyi öz kamalına, öz zatına, öz cəlalına layiq şəkildədir. Elə də elə deyil. Məxluqun eşitməyi, görməyi isə öz acizliyinə və öz kiçikliyinə layiq şəkildədir. Oxşatmaq oldu, olmadı. Olmadı. Hardan oldu? Allah Subhanahu özü isbat edir ki, görür, eşidir. Əgər sən bu şübhə ilə gəlirsənsə ki, əgər Allahın əlini inkar etsəm, isbat etsəm, oxşatmış olan, çünki məxluqun da əli var, onda Allahın görməyin, işitməyin də inkar edər. Çünki deyirəm ki, məxluq da görür və eşidir. Onda eləyə bilmirlər. Deyirlər ki, yox. Çünki nədir? Geçərlər ki, Allah Teala görür, görmür və eşitmir. Belə çıxır ki, Allah Teala kördur. Ona görə deyirlər ki, Allah görür, eşidir. Deyirsən ki, məxluq da görür, eşidir. Deyir, yox, Allahın görməyi, eşitməyi özünə məxsus şəkildədir. Akidəyən Allahın əli də özünə məxsus şəkildədir. Nə fərqi var? Hardan çıxdı fərqi? Nə fərq oldu? Əl-qovlu fi ba'di sifət, kəl-qovlu fi ba'dil əxar. Bu sifətlərdə olan söz, başqa sifətlərdə olan kimidir. Heç fərq yoxdur. O da sifətdə, bu sifətdir. Sadəcə olaraq problem nə idi? Ağıl. Ağıllarını qoydular ortaya, ağılların Quran və sünnədən qabağa çıxdılar və ona görə də ağılların isbat elədiyi sifətləri isbat etdilər. Ağıllarının, öz ağıllarının inkar etdiyi sifətlərdə nə etdilər? İnkar etdilər. Üçüncü qayda isə odur ki, insan Allah Subhanahu taala'nın sifətlərini, keyfiyyətini idrak etməkdən istəyini üzməlidir. Arzunu üzməlisən ki, Allah Subhanahu taala'nın sifətlərinin keyfiyyətini idrak edəsən. Çünki məxluqlar Allah Subhanahu taala'nın özü barəsində xəbər verdiyi sifətlərin keyfiyyətini bilmirlər. Ağılları bunu dərk edib bacara bilməz. Və eləcə də insanların, məxluqların dilləri Allah Subhanahu taala'nın sifətlərini vəsf edə bilməz. Allah Subhanahu taala'nın sifətlərinin keyfiyyətini nə etməz insan? Nə dərk edə bilər, nə də ki, dilinə alıb, dili ilə onu çatdıra bilər. Ümumiyyətlə, belə bir şey götürdükdə, qaydadır ki, qeybə elmin 3 yollardır. Qeybin elmi yolu neçədir? 3 dənədir. Qeybin elmi. Hansılardır? Qeybi bilməkdir. Qeyb nədir? Qeyb odur ki, hissiyatların dərk etmədiyi, hissiyatlarının dərk etmədiyi şey. Yəni, o demək deyil ki, hissiyatlar onu dərk etməyəcək. Yox, yəni hal-hazırda sənin hissiyatın onu dərk etməyibsə, yəni hissiyatın görməyibsə onu, bu sənin üçün qeybdir. Və qeyb çevrilib şəhadət ola bilir nə vaxtı?
O vaxtda ki, görərsən. Şəhadə olur. Ona görə də imanın əsli, əsası qeybə iman gətirməkdir. Allah Teala neçə yerdə deyir ki, "Ellezine yu'minuna bil gayb." O şəxslər ki, qeybə iman gətirərlər. İmanın əsli nədir? Qeybə iman gətirməkdir. Nə üçün tövbə qapıları bilirik ki, iki vaxtı bağlanır. Bir, can boğazı gəlib çatdığı vaxt, bir də ki, günəş batdığı yerdən doğulur. Nə üçün? Çünki o zaman qeyb ücey çevrilib olur nəyə? Şəhadətə. Ücey görürsən. Qeyb aləmi qalxır. Və onda da iman nə olur? Ücey fayda vermir. Çünki imanın əsli nədir? Qeybə iman gətirməkdir. Ən birinci, ən böyük qeybdə Allah Subhanahu Taaladır. Qeybə iman gətirməyin yolu üç cürdür. Bir, görməklə. Qeybə iman gətirmək yox. Yəni, qeybi bilməyin yolu üç cürdür. Birinci, o şeyi görməklə. Allah Subhanahu Taala bu dünyada heç kim görməz. Allah Taala deyir ki, lən tərani, sən məni görməyəcəksən. Necə ki, Musa əleyhissalama deyib. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "İnnekum lən tarav rabbakum hatta tamutu." Siz ölənə qədər Rəbbinizi görməyəcəksiniz. İkinci, onun ya da ki, onun mislində bir şey görəsən. Allah Subhanahu Taala'da misli bərabər yoxdur. "Və lem yekun lehu kufuven ahad." Leysə kemislihi şey. Onun mislində heç bir şey yoxdur. Bir iki şey çıxdı qırağa, Allah Taala nə görməmişik? Nə də ki, o mislini. Üçüncü yol qaldı. Bir nədir? O barədə xəbər. O barədə xəbər. Ayəsi var. Xəbər də nə olmalıdır? Sadiq olmalıdır. Düzgün olmalıdır. Ona görə də Allah Taala özü barədə xəbər verirsə, deməli, Allahın xəbəri nə idi? Sidqdir birinci. Elmlədir. Sidqlədir. Ən təmiz danışan kimdir? Allah Taala. Danışanda da məqsədlər olmalıdır. Birinci, elmlə olmalıdır. Elmlə danışmalıdır. İkinci, sidqlə olmalıdır. Üçüncüsü, danışığında heç bir əyrilik, heç bir xəstəlik, heç bir afət olmamalıdır. Dördüncüsü də məxluqların hidayətini istəməlidir, yaxşılığını istəməlidir. Allah Taala ən gözəl Allahı tanıyan kimdir? Allah Taaladır. Ən sadiq danışan kimdir? Allah Taaladır. Ən düzgün sözü, kəlamı, hansı ki orada heç bir əyrilik, xəstəlik, afət yoxdur, kimdir? Allah Taaladır. Məxluqların hidayətini kimi istəyir? Allah Taala. Ondan sonra kimdir? Peyğəmbər sallallahu əleyhi və səlləmdir. Allah barədə ən elmli olan və qulların hidayətini istəyən və kəlamı ən düzgün olan və sadiq olan. Əgər Allah və Rasulü xəbər verirsə, özü barədə, biz niyə onu qəbul etməyək? Niyə qəbul etməyək? Hansı ağıl sahibi qəbul etmir? Deyək, yox, mənim ağlıma sığmır və yaxud Allaha qəbul eləyəmsə, oxşatmalıyam. Sən demək istəyirsən ki, sən Allahı özündən yaxşı tanıyırsan və yaxud sən Allahdan yaxşı danışırsan, Allah Taala'nın kəlamının zahirində küfür var. Deyək ki, zahiri ilə götürsək, Quranın zahiri ilə götürsək, Allahı oxşatmaqda, Allahı oxşatmaqda küfürdür. Demək istəyir ki, Allahın kəlamının zahiri nədir? Küfürdür. Allah Taala məxluqların küfrünü istəyir, yoxsa hidayətini istəyir? Hidayətini istəyir. İnşallah gələn dəfəki dərsdə uluhiyyət tövhididir. Bugünlük bu qədər kifayətlənək inşallah. Aqulu hədəl qol və estəğfirullah li və ləkum və lisəl muslimin min kulli zəm fəstəğfiruhu innəhu vəl-ğafurur rahim. İxlasla.com saytı tərəfindən təqdim olundu.